Bu gördüğümüz 74 dolar kar var ha kardeş. Bu əslində mənim nəticəm yox, bu sizin nəticəniz sayılır. Çünki sizin zəhmətinizin bəhrəsidir ki, yəni siz mənə öyrətdiyiniz qaydadır ki, bu qayda ilə hərəkət edirəm, çox gözəl nəticələr də olur qardaş. Çox sağ olun, əllərinizə sağlıq. Yenə də deyirəm, sizin əziyyətiniz heç vaxt yerdə qalmayacaq. Bunu da deyim sizə qardaş. İcazə versəydiniz sosial şəbəkələrdə paylaşardım bu göndərdiyinizi, yəni ürəkdən göndərmişsiniz də, yəni sizdən istəməmişdim, siz göndərmişsiniz. Bu sadəcə bu, yəni paylaşardım sosial şəbəkələrdə. İcazə versəydiniz. Mən əsasən göz süzməyi öyrətdim, yəni qrafik üzərində başa sağlam indikatora heç ehtiyac yoxdur, qrafik üzərində. Məsələn, market maker atacağı addımları mən izah edirəm, ona görə də sizlər belənciz, yəni sevinirsiniz. Mən konsept və s. başa salmam, mən sadəcə market makerin nə edir, nə edəcək, necə düşündüyünü, hansı addımlar attığını izah edirəm, yəni. Ona görə bu da bazarın gedişatıdır, yəni konseptdir, bazarın gedişatıdır. Buna sadə üsulla mən yəni bazarın gedişatını deyirəm. Özünüz də yəni dəfələr görürsünüz ki, fərq eləməz. Forex-də çox, demək olar ki, böyük likvidlik olan yerlərdir və s. hamısı çoxlu yerlərdə market maker atdığı addımlar eynidir. Özünüz indi görürsünüz, indi də başa düşürsünüz. Sadəcə market makerlik eləməsəz də, elə bir ki, onların düşündüyünü siz düşünürsünüz. Yəni, da konseptlər, orada flow belə gəldi, şamın içi belə getdi, nə bilim, falan şey belə oldu, o söhbətləri düşünmürsünüz. Ona görə də sevinirsiniz və qazançlara da çıxmağı bacarırsınız. Yəni, birinci növbədə vurğulayım, disiplin sayəsində, yəni ən çox. Strategiya nə qədər güclü olsa da belə, əgər disiplini özü idarə edə bilmirsən, nəfsi saxlayamırsansə, əvvəl-axır yəni itirirsən. İndi tam siz özünüz də anlaya bilirsiniz ki, yəni mən burada komanda yığıram, özünüz də yəni göz ki, mən burada özümə komanda yığıram. Əslində mən heç ehtiyac yoxdur ki, durub ki, məsələn, bu üsulu öyrədim. Sadəcə komanda yığdığıma görə mənim komandamda olan insanları yəni öyrədirəm. Qardaş, salam, necəsiz qardaş? Qardaş, Allah canınızı sağ eləsin, onu deməkdir, icazə almaq. İcazə sizindir, qardaş, onu deməkdir. Buyurun, buyurun. Yenə də deyirəm, Allah canınızı sağ eləsin, qardaş. Bundan sonra da sizin əziyyətiniz yerdə qalmayacaq. Mən bunu %100, yəni öz adımdan %100 deyirəm ki, sizin mənim üzərimdə çəkdiyiniz əziyyətiniz yerdə qalmayacaq. Bu belə. Siz məndən müəllim tələbə kimi yox, sırf bir dost kimi, bir qardaş kimi məndən münasibət qurmuşsunuz ki, bu sosialda, yəni nəyin var olduğunu, nəyin yox olduğunu mənə trade sahəsində mənə öyrətmişsiniz. Yəni ürəkdən deyəndə ki, yəni ümumiyyətlə yəni olanı deyirəm, aydın şəkildə deyirəm ki, qardaşım, mən bunu başa düşmədim, bunu başa düşdüm, bunu təkrar izah edin. Çox sağ olun ki, başa düşmədiyim mövzuları da təkrar səbirlə, əzmlə başa salırsınız yenə də. Yəni elə vaxt olur ki, oturub mənlə saatlarla, mən özüm fikir verirəm ki, 2 saat, 3 saat mənlə oturub kənə döyürsünüz ki, yəni bunu belə eləmək lazımdır, bu belədir deyə öyrədirsiniz. Heç özü də təmənnasız. Allah canınızı sağ eləsin. Yəni yenə də deyirəm, əziyyətiniz qarşılıqsız olmayacaq, əziyyətiniz yerdə qalmayacaq. Çox sağ olun, var olun. Buyur, icazə sizindir.